Alma sirkəsi necə içə bilərik? Bir qaşıq alma sirkəsini, yəni bir xörək qaşığı alma sirkəsini yarım stəkanın azca biraz artıq suyun içərisinə qatın, qarışdırın için. Alma sirkəsini belə götürüb içməyin qətiyyən. Yəni eləməyin. Onu götürüb limon suyu ilə falan qarışdıranlar da var. Yəni bununla siz arıqlamayacaqsınız qətiyyən. Yəni, alma sirkəsi ümumiyyətlə arıqlama prosesinin heç bir yerində yoxdur. Bu mifdir sadəcə. Qan şəkərini tənzimləyə bilər. Arıqlama prosesinin demək olar ki, heç bir yerində deyil. O qədər dolayı yolla təsir göstərir ki, yəni mən buradan alma sirkəsi içsəm, buradan da başlasam xəngəl yeməyə, həmin o alma sirkəsi xəngəlin kalorisini heç nə eləməyəcək. Uzaq başı xəngəlin qaldırdığı qan şəkərini müəyyən dərəcədə, yəni onsuz da biz alma sirkəsi endirməyəcək o şəkəri, orqanizmimizə insülin hormonu endirəcəkdir. Lakin onun müəyyən dərəcədə daha sürətli və yaxud da ki, daha tez enməsinə şərait yarada bilər. Çox biz bu rəqəmlər kiçik rəqəmlərdir. Çox kiçik rəqəmlərdir. Ona görə də bu arıqladır, bu belə edir demək olmaz. Dolayı yolla prosesin sürətinə təsir göstərə bilər. İnsanlarda çox yanlış bir algı formalaşdırırlar. Yəni çox yanlış bir anlaşılma formalaşdırırlar. Məlumatları düzgün sözlərdən istifadə edərək qeyd etmək lazımdır, qarşı tərəfə ötürmək lazımdır. Danışıq qabiliyyətinin məlumat ötürülməsində çox ciddi rolu var. Yaxşı danışa bilirsənsə, yaxşı anlata bilmə qabiliyyətin olacaqdır.